Bəzən bu dinsizlər, imansızlar Allah Subhanahu va Taala'nın dinində səhv axtaranlar tərəfindən görürsən ki, eşidirik ki, söyləyirlər ki, Qurani-Kərimdə başörtüyü yoxdur. Və yaxud da qadınlara başınızı bağlayın, başınızı örtün deyə bir əmr yoxdur. Hətta bəziləri daha irəli gedərək söyləyirlər ki, əgər varsa, gətirin, göstərin, biz başımızı örtərək. Mən düşünmürəm ki, onlar başlarını örtsünlər. Hər halda Allah Subhanahu Taala onlara hidayət versin, doğru yolu görməyi onlara nəsib etsin və müsəlmanların bu daddığı, bu həzzi, bu ləzzəti, bu İslam dinindən daddıqları bu ləzzəti onlar da dadsınlar inşallah. Hər halda bizə maraqlı deyil kim nə düşünür və biz çalışırıq ki, müsəlmanlara həqiqəti çatdıraq və Allahın kitabı və Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsini insanlara öyrədək. Qurani-Kərimdə 2 surənin 2 ayətində Allah Subhanahu wa Taala Nur surəsi 31-ci və Əhzab surəsi 59-cu ayətində bizlərə buyurur ki, mömin qadınlara de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar görünənlər istisna olmaqla zinətlərini naməhrəmə göstərməsinlər. Ayətin bax bu yeri onlardan etməli işgəl yaratmışdır. Örtüklərini yaxalarının üstünə salsınlar. Əhzab surəsində isə Allah Taala buyurur ki, ey Peyğəmbərim, zövcələrinə, qızlarına və möminlərin xanımlarına de ki, naməhrəm yanında çarşabları ilə nə etsinlər? Örtünsünlər. Bu ayətdə əsasən onlar söyləyirlər ki, ayətdə sinənizin üstünü örtün deyilir, yəni başınızı yox. Lakin biz söyləmək istəyirik ki, bu ayətlər Peyğəmbər sallallahu aleyhi ve sellemə nazil olduğu zaman və Allah Resulü sallallahu aleyhi ve sellem bu ayəti qarşıda olan müsəlmanlara oxuduğu zaman o xanımlar nə etdilər? Onlar paltarları ilə başlarını yox, üzlərini də belə örtdülər. Çünki bu ayətin nə məna daşıdığını onlar anladılar. Ona görə də söylənilir ki, ximar qadının baş örtüyü deməkdir. Həmçinin Allah Subhanahu wa Taala Qurani-Kərimdə xamr, yəni içkiyə də ximar bu ad verilmişdir. Nə üçün? Çünki içki insanın ağlını örtdüyü üçün və insanın ağlını örtdükdən sonra insan nə etdiyini bilmədiyi üçün ona bu ad verilmişdir. Ximar sözü ərəblərdə başı örtən bir geyim növüdür. Ona görə də Allah Resulü o xanımlara, müsəlmanlara bu ayəti oxuduğu zaman onlar anladılar ki, baş nə edilməlidir? Örtülməlidir, sinə yox. Həmçinin də dəyərli dinləyicilər, bizim özümüzdə də, yəni Azərbaycan dilində də elə bir kəlmələr var ki, o kəlmələr bizlərə oxunduğu zaman o kəlmələrdə baş, ayaq, əl sözü